salmasın. Həzrəti Məsumə salamullahi əleyha haqqında bir neçə məlumatı siz əzizlərlə bölüşmək istərdik. Həzrəti Məsumə salamullahi əleyha Hicri qəməri ili ilə 173-cü il Zilqədə ayının 1-i dünyaya göz açmışdır və xanım Mədinə şəhərində dünyaya göz açmışdır. Atası 7-ci imamımız Həzrəti Musa Kazım əleyhissalam, anası Nəcmə xatun eyni zamanda İmam Rıza əleyhissalamın da anasıdır. Bu xanımın dünyaya gəlməyində və tərbiyəsində böyük rol oynamışdır. Nəcmə xatun salamullahi əleyha öz zəmanəsində əxlaqlı, iffətli xanımlardan biri kimi insanlar arasında tanınmışdır. Və xanım Məsumə salamullahi əleyhanın əsl adı Fatimə olmuşdur. Bu adı ona atası vermişdir. İmam Kazım əleyhissalamın Fatimə adında bir neçə qızı olduğuna görə xanım Məsuməyə Fatimə-i Kubra, yəni böyük Fatimə deyərmişlər. Amma xanım bugünkü gündə hər birimizin dilində Məsumə adı ilə daha çox məşhurdur. Və bu Məsumə adını qardaşı İmam Rıza əleyhissalam öz hədisində o xanıma vermişdir. Və Məsumə olaraq bugünkü gündə bizlər də o xanımı Məsumə tanıyırıq. Və xanımın digər adları da var: Tahirə, Mərziyyə, Təqiyyə, Nəqiyyə və bunlar da tarixdə xanım barəsində qeyd olunmuşdur. Həmçinin istərdi xanım Məsumə salamullahi əleyhanın barəsində olan bir ziyarətnamə ki var. Hamımız ziyarətdə olanda oxuyuruq. Onun bir neçə fəqərəsini siz əzizlər üçün oxuyaq. Ta biz də fürsətdən istifadə edək. Siz də mənlə bir yerdə təkrarlayın. Lazım deyil xanım Məsuməni ziyarət etmək üçün hərəmində olaq. Uzaqdan da bu fəqərələri deyin, bu ziyarətləri deyin. İnşallah ziyarətiniz qəbul olsun. Ziyarətnaməsində bu cür oxuyuruq: Əssalamu aleyki ya bintə Rasulillah. Salam olsun sənə, ey Peyğəmbərin qızı. Birbaşa xanım Məsuməni Peyğəmbərə nisbət veririk. Ardında deyirik: Əssalamu aleyki ya bintə Fatimətə və Xədicə. Salam olsun sənə, ey Həzrəti Fatimə, ey Həzrəti Xədicə salamullah aleyhumanın əziz qızı. Əssalamu aleyki ya bintə əmiril müminin. Salam olsun sənə, ey əmiril mümininin qızı. Əssalamu aleyki ya bintəl Həsəni vəl Hüseyn. Salam olsun sənə, ey İmam Həsən və İmam Hüseynin əziz qızı. Əssalamu aleyki ya bintə Vəliyillah. Salam olsun sənə, ey Allahın vəlisinin qızı. İmam Kazım əleyhissalamın qızıdır Həzrəti Məsumə. Əssalamu aleyki ya uxtə Vəliyillah. Salam olsun sənə, ey Allahın vəlisinin bacısı. Ey İmam Rızanın bacısı. Əssalamu aleyki ya əmmətə Vəliyillah. Salam olsun sənə, ey İmam Cavad əleyhissalamın bibisi. Görür ki, xanımın fəzilətini istəyir çatdırsın. Xanım Məsumə salamullah əleyha haqqında bir çox hədislər də qeyd olunub. Bunu da qeyd edək ki, xanım Məsumə haqqında 5 imamımız hədis söyləyib. İmam Baqir əleyhissalam, İmam Sadiq əleyhissalam, İmam Kazım əleyhissalam, İmam Rıza əleyhissalam və İmam Cavad əleyhissalam xanım haqqında hədislər buyurmuşdular.